bir dəfə yaxın dostlarımdan birinin evinə getdim. Bunun yaxın qohumları bir otağa yığışmışlar. Dostumdan soruşdum ki, bunlar neydir? Yəni, bu otaqda nə gəzirlər? Nə işlə məşğuldurlar? Dedi ki, onlar ruh çağırır. Ondan izin istəyib otağa daxil oldum. Bu şovu söndürüblər qaranlıqda, bir şam yanır. Masanın üzərində böyük bir kağız, üzərində dairə şəkli çəkib, üstünə hərfləri yazıblar. Ortada bir düz xət, rəqəmləri yazıblar. Nəlbəkini də tərsinə çevirib ox işarəsi qoyublar. Və nəlbəkini şamın üzərində qızdırıb, ortaya qoyur və barmağı ilə fırladır ki, filan kəsin ruhunu çağıran. Mən bilməm ki, bu ruhlar Allahın əmri altındadır. Heç yerə tərpənən deyil, qiyamətə qədər. Və onların yanına gələn cinlərdir. Və mənə dedilər, ey müsəlman, inanmırsan belə şeylərə? Dedim, xeyr. Dedilər, indi görəcəksən möcüzəni. Gördüm ki, subhanallah, qarmağını çəkdikdən sonra nəlbəki öz-özünə başladı fırlanmağa. Bir sual verdilər, hərflərin üstünə getdi, yazdı, sual, bu cavabı doğru çıxdı. İkinci sual, üçüncü sual, dördüncü sual, olub keçənlərdən sual verirlər. Doğru çıxdı və başladılar gələcəkdən buna sual verməyə və bu da cavab verir. Mən də başladım Ayət-əl Kürsini oxumağa. Nəlbəki dayandı. Bunlar təəssüflə və təəccüblə soruşdular ki, buna nə oldu? Dedim, onun yanacağı qurtarıb. Biraz dayandıqdan sonra nəlbəki yenə işə düşdü və yazdı ki, bunu çıxarın bayra. Mən ısrar edib qaldım və xahiş etdim ki, yenə sual verin, amma keçmişdən. Görək, hələ olub keçənləri biləcək. Sual verdilər keçmişdən. Yine Ayət-əl Kürsini oxudum. Cavabı səhv verdim. Bir dəfə, iki dəfə, üç dəfə. Axırda dedim ki, gördünüz ki, çaşdı. Allah Subhanahu Teala qoymaz ki, bəndələri azğınlığa geçsin. Elhamdülillah onların hal-hazırki gündə əksəriyyəti İslamdadır. O günləri yada salıb gülürlər ki, subhanallah, biz azğınlıq içindəydik. Allah Subhanahu Teala sənin vasitənlə bizə hidayət verir.